Bu da bunun S-Class'ıdır. Mavi. Maestro. Buraları zaten getirəsəz, hamısını çəkəcəm qapının yeni də S-Class'a uyğun boyutlardadır Maestro. İstəyirsiniz içinə də baxaq, qeyri gördüğünüz kimi dəri. Ondan sonra baxaq görək. Bunları tam olaraq business class'a uyğun mebel, tavanı çox fərqli, qapısı çox fərqli, tavanı da gördüğünüz kimi. Sonra burada telefon idarə etmək üçün bu çıxır da lazım olanlar idarə etmək üçün pəncərələri, nə bilim, böyük ehtimal bu da bağlanır və yaxud da televizor ilməsidir. Ondan sonra Sidenkanın reglovkası qapıda da var. Burada da var. Bir xanım var, o da yoldaşı ilə baxırlar. Burada telefon, şarj şeyləri. Burada böyük ihtimal yenə də bar stəkanlarında. Yəqin ki kameranın yenilənməsidir. Ondan sonra burada da yenə qapını açıb bağlama, pəncərələr görün neçə qatdır. Burada pərdəsi görürsünüz. İkisi də bağlanır. Tam olarak burada İngilizler de onun dikkatini çekir bu. Şurasında bilirsən pərdəsi də bloklarlandı. Hamısı açıq qapını deməli böyük ihtimal buradan baxıb açdı. Gördüğünüz gibi bu çıxır da həm də idarə olunur. 它这个是一个折射面，就你会觉得你的距离不一样，看这个灯它是不一样的。 İlgi çəkir, müştərisi çoxdur, baxan da çoxdur. Burada da var. Gördüğünüz kimi dəri koyublar içine. Rolu da böyle. Burada da yine bu Ayto'da olduğu kimi değil mi? Bu. Orada da bir göz var. 3 tane ekran var. 鸡妹门，鸡妹门。 Burada da açılan hükü var. Bak bu yine bir tormozlarda. Yani bu lüks klasıdır da, S klasıdır bunlar. Çok beğendim. Əladır. Aslıq açıldı. Şüşəsi bağlandı. İdarə da var. S800. Necədir arkadaşlar?